Videomuz yarımçı kaldı. Müəyyən səbəblərə görə davam edək. Harda qalmışdıq? The theory sounds eccentric, but once he starts to explain the directive, buranı oxuduq. Distinguished medical historian recently wrote a favorable appraisal of his research. Deməli, Macfarlane, burada qalmışdım. Deməli, güclü bir dəstəyi vardı ki, Roy Porter fərqli medical tib tarixlərində fərqləndirirdi ki, onun araşdırmaları daha çox qiymətləndirilir. Yazılan araşdırmalar daha çox qiymətlendirilirdi. İndi baxaq yuxarı, görək C-yə hansı uyğun gəlir. Bir dəqiqə. Baxaq. Two keys to Britain's Industrial Revolution. Bəli, iki açarımız neydi? İki açar, çay və pivə. Çay və pivənin içilməsi bu revolutiona gətirib çıxarır bu inqilabı. Baxın, burada da. Bura baxaq. Tea and beer. Görürsünüz, missing factors. Bunlar sınavçar sözlərinizdir. Macfarlane had wondered for a long time how the Industrial Revolution came about. Macfarlane çox uzun müddət bu inqilabın necə baş verdiyini düşünürdü. Historians had alighted on one interesting fact around the mid-18th century as the required explanation. Tarixçilər bu maraqlı faktın üzərində 18-ci əsrin ortalarına kimi dayandılar izahı tapmaq üçün. Between about 1650 and 1740, the population in Britain was static. 1650 və 1740-cı illər arasında Britaniya əhalisi sabit qalmışdı. But then there was a burst in population growth. Ancaq sonra əhalinin böyüməsində daha çox böyüdü. Macfarlane says the infant mortality rate halved in the space of 20 years, and this happened in both rural areas and cities across all classes. Macfarlane deyir ki, bu dərəcənin yarısının artmasının yarısı son 20 ildəki boşluqda oldu ki, qədim kənd, hər ikisi həm qədim nədir? Kənd ərəya sahələri, cities, şəhərlər və bütün siniflərdə baş verdi. People suggest 4 possible causes. İnsanlar 4 əsas səbəbi göstərir. Was there a sudden change in the viruses and bacteria around? Bu virus və bakteriyanın ətrafda qəfil dəyişməsidir. Unlikely. Was there a revolution in medical science? Tibbi elmlərindəki inqilab idi. But this was a century before Leicester's revolution. Ancaq bu Leicester'ın inqilabından bir əsr əvvəldir. Was there a change in environmental conditions? Ətraf mühitin dəyişikliyinin səbəbi idi. There were improvements in agriculture that wiped out malaria, but these were small gains. Ancaq bunların hamısı kənd təsərrüfatının inkişafı idi, malariyanın daha da silinməsi və kiçik gainlərdir. Bitkilərdir. Sanitation didn't become widespread until the 19th century. Antisanitariya 19-cu əsrin sonuna qədər geniş inkişaf etməmişdi. The only option left is food. Ancaq geriyə qalan seçim qida idi. But the height and weight statistics show a decline. Ancaq çəki və uzunluq statistikası daha da azalmanı göstərdi. So the food must have got worse. Ola bilərdi ki, yeməklər daha da pisləşdi. Efforts to explain this sudden reduction in child deaths appear to draw a blank. Bu qəfil dəyişmənin izahı uşaqların ölümündə və to draw a blank daha da ortaya çıxırdı. İndi baxaq, görək ki, variantına hansı cümləmiz uyğun gəlir. Yuxarı baxaq. The search for the reasons for an increase in population. Bəli, əhalinin artmasını axtarışları ki, bu əhali niyə artırdı? Buraya yazaq D, buraya yazaq A, sizin üçün asan olsun. B və C, altıda C idi. Nə qədər C oxşasa da
Devam edək. İyi variantına keçək. This population burst seemed to happen at just the right time to provide labor for the industrial revolution. Bu əhali daha çox sənaye inqilabında əməyin düzgün artması ilə, düzgün istifadəsi, yəni ona ayrılan vaxtla görünürdü. When you start moving towards an industrial revolution, it is economically efficient to have people living close together, says McFarlane. Sənaye inqilabının artmasında iqtisadi təsirlər daha da effektli idi. But then you get diseases, particularly from human waste. Ancaq xəstəliklər artdıqca, xüsusilə insanların qalıqları. Some digging around in historical records reveals that there was a change in the incidence of waterborne diseases at that time, especially dysentery. Və digging və qazılma araşdırmalar, tarixi rekordlar göstərir ki, su xəstəlikləri, insidentləri, xüsusilə bağırsaq xəstəlikləri daha çox idi. McFarlane deduced that whatever the British were drinking must have been important in regulating disease. McFarlane sübut edir ki, göstərir ki, Britaniyalıların içməkləri və drinking bu xəstəlikləri daha da regulasiya edir, yəni idarə edir. He says we drank beer for a long time. The English were protected by the strong antibacterial agent in hops which were added to help preserve the beer. İnsanlar uzun müddət İngilislər bu pivənin tərkibində olan hop maddəsi ilə antibakteriyal agent kimi istifadə ediblər və onlar özlərini pivə ilə qoruyublar. But in the late 17th century, a tax was introduced on malt, the basic ingredient of beer. Ancaq 17-ci əsrin sonlarında malt da bitkinin adıdır. Əsas pivənin tərkibində olan əsas bir ingredient idi. The poor turned to water and gin. Kasıblar suya və spirtli içki, cin də spirtli içkinin bir növüdür, spirtli içkiyə keçmişdilər. And in the 1720s, the mortality rate began to rise again. Və 1720-ci illərdə bu ölüm halları daha da artdı. Then it suddenly dropped again. Sonra yenidən endi. What caused this? Buna səbəb nə idi? Baxaq, cavablara baxaq, görək buna səbəb nə ola bilərdi? Deməli, biz burada nədən danışdıq? Britaniyada içki vərdişlərinin dəyişməsindən sonra nədən danışdıq? Burada səhv eləmişəm. Qeydi səhv götürmüşəm. Altda C yox. C buradadır. 6 i olmalıdır. Bəli. Britaniyanın içki vərdişlərinin dəyişməsindən. Bunlar artıq su və cinə keçdikləri üçün, yəni içkinə olan. Baxın, burada var. Pivədən istifadə edirlər, bu xəstəliklərin qarşısını alırlar, bu drank beer, sonra kasıbların sudan, cindən istifadəsi yazılır və s. McFarlane looked to Japan, which was also developing large cities about the same time and also had no sanitation. McFarlane Yaponiyaya baxır. Bu həm də böyük şəhərlərin eyni vaxtda inkişafına və sanitariyanın olmamasına görə. Waterborne disease had a much looser grip on the Japanese population than those in Britain. Yaponiyada su xəstəlikləri Britaniyadan daha az idi. Could it be the prevalence of tea in their culture? Bu onların mədəniyyətində çayın üstünlüyü idi. McFarlane then noticed that the history of tea in Britain provided an extraordinary constance of dates. Sonradan o görür ki, not qeyd edir ki, Britaniya tarixindəki çay extraordinary, qeyri-adi constance təsadüf idi. Tea was relatively expensive until Britain started a direct clipper trade with China in the early 18th century. Çay çox baha idi Britaniyada və Çinlə tradedə, alış-verişdə 18-ci əsrin sonlarında. 18-ci əsrin sonlarında Çində Britaniya
daha çox baha idi bu çayın qiyməti. By the 1740s, about the time that infant mortality was dipping, the drink was common. 1740-cı illərin sonlarında artıq içki daha çox common idi, ümumi idi, yəni hamı içirdi. Macfarlane guessed that the fact that water had been boiled together with the stomach purifying properties of tea means that the breast milk provided by mothers was healthier than it had ever been. Deməli, Macfarlane göstərdi ki, artıq qaynalmış su onların mədələrini təmizləyirdi və bu ana südünün də daha sağlam olmasına gətirib çıxardı. No other European nation sipped tea like the British, with Macfarlane logic pushed these other countries out of contentions for the revolution. Və başqa Avropa millətlərinin çayı daha az içməsi, Britaniyalılar kimi. Macfarlane'lar gördü ki, bu revolution'un, inqilabın mübahisələrini azaldır. Baxaq, görək hansı variantımız uyğun gəlir. F bəndində comparisons with Japan lead to the answer. Baxın, Yaponiyanın müqayisəsi. Yaponiyanın müqayisə edək, burada söhbət yapın. Ümumiyyətlə, readinglərdə tam mətni başa düşməsəzlər, bilmədiyin sözlər olsa da, yenə də çox ilişib qalmayın. Çünki sizin mətninizdəki bir söz, baxın, burada Yaponiyadan söhbət getdiyi üçün siz elə buradan bilə bilərdiniz ki, hansı variantdır. C'yə baxaq. But if tea is a factor in the combination log, why didn't Japan forge ahead in a tea-soaked industrial revolution of its own? Əgər çay faktoru bu açar kombinasiyası idisə, niyə Yaponiya çayı mayenin içində saxlamağı sənaye inqilabını özünküləşdirir, yəni bunu belə deməklə. Macfarlane notes that even though 17th century Japan had large cities, high literacy rates, even a futures market, it had turned its back on this essence of any work-based revolution by giving up labor-saving devices such as animals, afraid that they would put people out of work. Macfarlane'lər 17-ci əsrdə Yaponiyanın daha böyük şəhərləri, daha savadlıq dərəcəsi olduğunu, gələcək marketlərin olduğunu, onların mahiyyətinin daha da heyvanlar kimi labor, əməyin istifadəsi, sonra revolution, inqilabın əməyə bezlənməsi, yəni əsaslanması insanları daha çox işə götürə bilərdi. So the nation that we now think of as one of the most technological advanced entered the 19th century having abandoned the will. Və beləliklə indi düşündüyümüz texnoloji inkişaflar 19-cu əsrin əvvəlində artıq təkərin abandoned, geridə qalan, tərk edilmiş bir hissəsi idi. Yəni yavaş-yavaş texnologiyanın inkişafına gətirib çıxarırdı deməkdir. Baxaq yuxarı, görək hansı cümləmiz uyğun gəlir. Industrialization and the fear of employment. İndustrializasiya, yəni sənayeləşmə, bu nədir? C'dir. Səhv yazdım. C. Burada yazmadım. İ'də oldu 6, F'də. F'ini yazdıq. Tamam. Səhv yazmışam. F'də, bura F'dir. Nə yazmışam mən? F9. C'də isə ikinci bənd. Keçək digər sualımıza, mətni tam oxuduq. Ümid edirəm ki, başa düşdük. Chinese transport system wasn't suitable for industry in the 18th century. Çinin nəqliyyat sistemində 18-ci əsrin əvvəlində sənaye üçün uyğun deyildi. Bu səhvdir. Niyə uyğun deyildi? Bir səhv deyil, daha doğrusu bilmirik, uyğundur ya yox. Not given, verilməyib. Tea and beer both helped to prevent dysentery in Britain. Çay və pivə
Britaniyada bağırsaq xəstəliklərinin qarşısını aldı. Bəli, çünki qaynadılmış su idi. Roy Porter disagrees with Professor McFarlane's findings. Roy Porter onların tapdıkları ilə razı değildi. Xeyr, razıydı. After 1740 there was a reduction in population in Britain. 1740-cı ildə əhalidə azalma oldu. Xeyr, azalma 1740-da olmamışdı. People in Britain used to make beer at home. Britaniyada insanlar pivəni özləri evdə hazırladılar. Xeyr, burada demir axı. Evdə hazırladılar, harda hazırladılar, not given. The tax on malt indirectly caused a rise in the death rate. Bəli. Ona qoyulan vergi artıq ölümlərin daha da artmasına gətirib çıxarır. Bu qədər. Gələn dərslərdə görüşərik. Hələlik.